Bildiğiniz kimi Belçikanın Brussel şəhərindəyik. Bax. Görürsünüz. Buradan bir xüsusi bir görüntü var. Görürsünüz orada Fələstinə qarşı deyən yox, Fələstindən İsrailə qarşı böyük etirazlar gedir. Demək olar ki, Avropanın hər yerində bu etirazlar biz görürük, hər yerində bu etirazlar gedir. Ancaq buna baxmayaraq ən böyük etirazlar hər zaman Türkiyədə insanlıq haqqında edən etiraz dünyanın heç birində yoxdur. Ancaq çox gözəl deyərdim ki, bir şəhərdir, çox gözəl şəhərdir. Demək olar ki, Brükseldə demək olar ki, bütün hər şeydə demək olar ki, siyasi görüntülər biraz da çoxdur. Məsələn, hara gedirsənsə, siyasi görüntülər biraz da çoxdur. Arkada gözəl bir görüntü var. Görün, nə gözəldir Brükselin həyatı. Brükselin həyatı biraz Avropa, necə deyərlər, Amsterdamdan bir balaca fərqli var. Biraz yox, çox fərqi var. Amsterdam bir tarixi bir şəhərdir. Ancaq Brüksel biraz Almaniyanın geniş formada bölünmüş bir şəhərinə oxşayır. Ancaq burada Brükseldə yol dilənçiləri və insanlar, qaçaqçılıq biraz çoxdur. Deyərdim ki, hətta insan özü ondan rastlaşır. Ancaq Amsterdamda isə, Hollandiyanın Amsterdam şəhərində çox Avropanın nə olduğunu orada hiss etmək olur. Ancaq biz inanırıq ki, bu gördüyümüz bu Avropanı Türklər idarə edəcək. Ona bir çox qalmadı. Bildiyiniz kimi Sayın Rəcəb Tayyip Erdoğan'ın tutduğu bu mövqeyi, dünya Türk mövqeyi, əlbəttə biz inanırıq ki, tez zamanda bu Brükseldə və digər Amsterdamda, Almaniyada, Fransada, əsasda da Fransada tez zamanda Türk bayraqlarının ucalması və Türkçülüyün birbaşa bu dövlətləri idarə etmək, öndə etməsi artıq həmin günlərə az qaldı. Yaşasın böyük Türk dövləti, yaşasın böyük Turançılıq, yaşasın müsəlmançılıq. Eşq olsun Türklərə.